Dövlət İmtahan Mərkəzinin 20 sınaq kitabçasından ədəbiyyat fənni üzrə 8-ci sınaqdan bəzi sualların izahına baxaq. Mirzə İbrahimovun gələcək gün əsərlə bağlı uyğunluğu müəyyən edin. A kişi, sənin gözündən xəyanət tökülür. Bu fikir əsərin əvvəlində ərbab tərəfindən, deməli, Firidun atasına deyilmiş sözlərdir. Bu ağanın danışığından siyasət iyi gəlir. Bu da Hikmət İsfahani ilə birlikdə kəndə gələn qartal baxışlı şəxsin dilindən Firidun haqqında deyilən sözlərdir. Firidun ərbabın oğlunu vurduğu üçün ərbabın Firidun atasına dediyi sözlərdir. Bunu bura qeyd edəcəyik. Bu sözdən sonra Firidunun və ailəsinin çətin günləri başlayır. Bəli, çünki bir ərbabın qovduğunu digər bir ərbab işə götürmürdü. Musa kişini oğurluqda ittiham etdikləri vaxt deyilmişdi. Bu fikir yanlışdır. Fikirlər Firidun haqqında deyilmişdi. Bəli, ikinci fikrə aiddir. Taxıl bölgüsü zamanı Hikmət İsfahani demişdir. Hikmət İsfahaninin nitqi deyil bu sözlərin heç biri. Deməli, 1A, 2D, B variantı doğru cavabımız olacaq. Tərkibində epitet işlənmiş cümlələrdən biri Mirzə İbrahimovun Azad hekayəsinə aiddir. Çöllərdən, təpələrdən hələ biçilib qurtarmamış və başını aşağı dikmiş zəmilərdən hava sümbüllərin qoxusunu xırmana gətirirdi. Burada ümumiyyətlə epitet yoxdur. Təbiətən və tərbiyəsinə görə insanpərvər olan qoca müəllim Firidunu küçələrə atmadı. Bu gələcək gün romanındandır. İkinci Dünya müharibəsi başlanmış. Azərbaycan istər şəhər, istərsə də kəndlərində cəmaət hərəkətə gəlmişdi. Burada da epitet yoxdur. Demokratları öldürür, ayaqlarını nallayır, alınlarına odlu dəmir basırdılar. Burada da epitet yoxdur. Mən ayağa durdum, üzlərində sərt bir ifadə, gözləri qəzəblə yanan fədailərə baxdım. Burada biz sərt ifadə sözünü görürük, çox rahatlıqla epitet olduğunu müəyyənləşdiririk və eyni zamanda bu fikirlər Azad hekayəsindən bir parçadır. Ənvər Məmmədxanlının Qızıl Qönçələr əsərlə bağlı yanlış fikirləri müəyyən edin. Sürəyya ata-anası öldüyü üçün babası ilə yaşayırdı. Sürəyyanın anası ölmüşdü, ancaq atası işləmək üçün başqa bir yerə getmişdi. Onun ölüb və ya sağ qalmasına bağlı məlumat yox idi. Qoca Firuz hər gün xalça kərxanasının qabağında daha ağır yük gözlərdi. Burada söhbət deməli Sürəyyadan gedir. Bu fikir doğrudur. Soyuq qış gündə babasını görməyən Sürəyya təəccüblənmədi. Çünki bu hadisə bir neçə dəfə təkrar olunmuşdu. Bu fikir yanlışdır. Çünki ümumiyyətlə bir neçə dəfə təkrar olunma fikri yoxdur. İlk dəfə idi ki, babası gecikirdi, hətta gəlmədi. Ona görə üç yanlışdır. Sürəyyanın gördüyü yuxu da həyatı kimi bədbin və rəngsiz idi. Bu fikir yanlışdır. Çünki Sürəyya hətta yuxusunda qeyd edilir ki, əsərdə onun deməli toxuduğu qönçələr artıq açmışdı. 4də yanlışdır. Kərxananın qoca nəqqaşı Sürəyyanı tapanda uşaq hələ sağ idi. Bəli, uşaq sağ idi, uşaq sonradan keçinir. Bizdən yanlış fikir istədiyinə görə 1, 3, 4 A variantı yanlış olacaq. Əlağa Kürşayının Qaranquş şeiri ilə bağlı yanlış fikri müəyyən edin. 4 misralı 6 hecalıdır. Elə A bəndimiz yanlışdır, çünki 7 hecalıdır. Müəllif Qaranquşu zərif quşçuğaz adlandırır. Doğrudur. Hadisə yazda baş verir. Doğrudur. Heca vəznə bəndlər şəklindədir. Qaranquş maneələrlə rastlaşır. Bəli, amma buna baxmayaraq övladına yemək yaparmaqdan boyun qaçırmır. Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam şeiri ilə bağlı uyğun fikirləri müəyyən edin. Müəllif əyilməz anaların qarşısında əyilmək istəyir. Bəli, deyir, əyilməz analara əyilmək istəyirəm. Bu fikir doğrudur. Təsvir olunan analar zəhmətkeşdir. Bəli, əsərdə də qeyd olunur ki, hər əzaba tab gedirlər, hər zəhmətə qatlaşırlar. Hətta onların deyir, torpaqla döyüşdə deyir, tunclaşan, poladlaşan, qabarlı əlləri ilə bizə şöhrət gətirən analar fikrini səsləndirir. Deməli, doğrudur. Nəğməkar, bəstəkar analar günəşlə bərabər tutulur. Belə bir fikir yoxdur. Müəllif anaları həyat səsi dağ zirvəsi adlandırır. Əslində bu fikir doğrudur. Deyir ki, mən bizim analara həyat səsi deyirəm. Bir ümman dərinliyi dağ zirvəsi deyirəm. Oğul yolu gözləyən analar təsəlli qonşularda tapır. Bu fikir deməli Qaytar ana borcunu şeirində qeyd olunmuş fikirdir. Ona görə yanlışdır. Müəllif özünü bütün analara övlad hesab edir. Bəli, ümumiyyətlə Cabir Novruzun bu əsərində müəllif bütün övladların adından danışır. Deməli 6-cı fikrimiz də doğrudur. Bizdən uyğun fikirlər istədiyinə görə C bəndi bizim uyğun cavabımız olacaq. Cəfər Cabbarlının ana şeirinin lirik qəhrəmanına aid deyil. Qiyamət gününün dəhşətlərindən qorxmur. Bəli, bu fikir doğrudur. Ana tərəfindən gələ biləcək bəlanı istirahət hesab edir. Onun əli ilə deyil, bəra bəhrinə yuvarlansam, yenə xəyal edərəm, bəzmi istirahətdir. Doğru fikirdir. Yalnız ananın laylayı qarşısında ruhu pərvazlanar. Demək, orada belə bir fikir var. O pak bağrına bassın mənə desin laylay.
belə bir fikrimiz var. Deməli, bu fikir də doğrudur. Cəlladın qılıncı qarşısına aciz deyil. Bəli, bu da doğrudur. Müqəddəs adın qarşısında özünü gücsüz və günahkar hesab edir. Deməli, E variantı yanlış olacaq. Mir Cəlalın Açıq Kitab romanına əsasən uyğunsuzluğu müəyyən edin. Verdiyev tələbələrin taleyi onu maraqlandırırdı. Elə A variantımız yanlışdır. Çünki İslam Verdiyev məktəbin yəni direktoru idi və onu tələbələrin taleyi qətiyyən maraqlandırmırdı. Vahid qələbəni sədaqət və məhəbbətdə görürdü. Doğrudur. Səttarzadə gənclərə füzuli sevgisi arzulayırdı. Doğrudur. Gəldiyev yaltaqlıqla insanların qılığına girirdi. Bu da doğrudur. Vəzirbəyli peşəsini sevən, qiymətləndirmə bacaran mühəndis idi. Bəli, Vahidin də deməli yetişməsində dəstək olan şəxslərdən biri idi. Obrazlara əsasən Eyler-Venn diaqramına uyğun fikirləri müəyyən edin. Bir tərəfdə Bahar surətimiz var, digər tərəfdə Sürəyyamız var. Ədalətsiz cəmiyyətin kasıblığın qurbanı olur. Bunu biz hər iki deməli obrazımız üçün götürə bilərik. Mehriban adama rast gəldiyi üçün sevinir. Burada İsfəndiyar nəzərdə tutulur və Bahardır. Çünki o elə bir şəhərə gələndə İsfəndiyarla qarşılaşır. Qarlı qış əlavə dərd gətirir. Bu hər iki obrazımız üçün keçərlidir. Ölüm anında sevdiyi və gördüyü işləri xəyalında canlandırır. Bu Sürəyya obrazımız üçün idi. Kasıb olduğu üçün təhsilini yarımçıq qoyur. Ümumiyyətlə bu obrazların heç birində təhsil məsələsinə toxunulmur. E variantı ümumiyyətlə variantlarımıza uyğun deyil. 1B, deməli 2D, 3AC, B variantı doğru cavabımız olacaq. Davam edək. Mir Cəlalın Vətən Yaraları hekayəsinin məzmunu ilə bağlı doğru fikri müəyyən edin. Müharibə və dinc həyat yalnız əsgərin xatirələrində mövcuddur. Yanlışdır. Bədii əsərdə təsvir ifadə vasitələrinin geniş istifadə olunmuşdur. Nəsr əsərlərində təsvir ifadə vasitələrinin geniş istifadəsi nisbətən az olur. Əsərdə müharibə səhnələri geniş şəkildə verilmişdir. Xeyr, müharibə səhnələri geniş deyil. Dostlar eyni kənddə böyümüş, eyni məktəb bitirmişlər. Bu da yanlışdır təbii ki. Əsərdə dostluq, birlik, vətənpərvərlik kimi hisslər aşlanır. E variantı doğru cavabımız olacaq. Rəsul Rızanın Çınar ömrü şeiri ilə bağlı yanlış fikri müəyyən edin. Şairə görə Çinarın ölümü birdən-birə olmamışdı. Bəli, yavaş-yavaş ölmüşdü Çınar. Çınar heç zaman heç nədən şikayət etməmişdi. Bu fikir də doğrudur. Çınar əyilməzlik vüqar rəmzi kimi simvoliz edilir. Doğrudur. Hər bir insan Çınar ömrü qədər ömür yaşamalıdır. Bu yanlışdır. Müəllif burada özü də qeyd edir ki, yəni illərin sayını nəzərdə tutmur əslində. Əyilməzliyinə görə tutaq ki, əziyyəti heç kəsə dəyməsin deyə nəzərdə tutulur. Ağacın qurumağı hamını kədərləndirdi. Bəli, bu fikir də doğrudur. Cəfər Cabbarlının Oqtay Eloğlu faciəsinə əsasən klasteri hansı fikrə tamamlamaq mümkündür? Oqtay, yaşamaq istəyirsə yaratmalıq. Bəli, bu onun nitqindən bir parçadır. Sən çalış gələr, bir gün ki zavallı kütləni də həmin yüksəklikdə görərsən. Bu Oqtay nitqidir. Səadətini tanrım qədər sevdiyim xalq bircə sən də yaşada bilmədi. Deməli, bu da Oqtay nitqidir. Biz analarımızı çarşaf içində cəhalətdə saxlamışıq. Sabah başqaları mənə də bir vəhşi deyər. Bu, deməli, Aslan bəyin danışığıdır. Teatr bir məktəbdir, həmçinin bu da Aslan bəyin danışığıdır. Mən də xalq üçün çalışıram, yoxsa xalq, mən özümü unudacağam ki, görürük ki, bu da Oqtayın dostu Səmədin nitqindəndir. Bizdən doğru cavab istəyir. 1-2, deməli, D variantı doğru cavabımız olacaq. Cədvəldəki doğru fikirləri müəyyən edin. Mir Mehdi Seyidzadə, Əqrəb və Çanaqlı bağamız var. Qəhrəmanlar dostluq edirlər. Bu doğrudur. Onlar bir-birlərinə, deməli, Əqrəblə bağa bir-birlərlə dostluq edirlər. Zəhmətkeşlik təbliğ olunur. Bu əsər üçün keçərli deyil bu. Digər tərəfə baxırıq. Hikmət Ziyanın Kərgədan və Qarışqa əsəri var. Əsərdə tənqid edilən obraz lovğa və özündən razıdır. Söhbət Kərgədandan gedir. Bəli, doğrudur. Xəyanətkarlıq pislənir. Burada xəyanət yox idi. Digər tərəfdə var idi. Ona görə yanlışdır. Ortaq fikrə baxırıq. Sonda hər kəs öz səhvini başa düşür və nəticə çıxardır. Deməli, Kərgədan və Qarışqada Kərgədan öz səhvini anlasa da, Əqrəb və Çanaqlı bağda biz bunu görmürük. Deməli, bizdən doğru uyğun fikir istədiyinə görə 1-3 A variantı doğru cavabımız olacaq. Mehdi Hüseynin Odlu Qılınc əsərində obrazların dilindən verilmiş fikirlərlə bağlı uyğunsuzluğu müəyyən edin. Urmuz, böyük hökmdarımız, mən artıq yetkin cəngavərəm, sərkərdəlik qılıncını mənə verin. Bəli, bu onun nitqindəndir, əsərin əvvəlində. Varaza dediyi sözlərdir. Varaz, sərkərdəlik qılıncını adama hökmdar yox, döyüş meydanı verir. Bəli, bu da onun nitqidir, doğrudur. Cavanşir, bu ölkə heç vaxt məğlub olmayacaq, övladlarım. Bu Cavanşir nitqi deyil, bu Varazın nitqidir. Deməli, cavab C variantıdır. Digər variantlara da baxaq.
Elçi, böyük sərkərdəmizin odlu qılıncı vəhşi düşmənin başını qara dırnaqlı atın ayaqları altına atdı. Doğru fikirdir. Cəvahir xatun, indi vuruş meydanına gedirsən, çalış ki, düşmən səni arxadan vurması. Bəli, bu da Cəvahir xatunun nitqindən olan bir parçadır. Şeirdə epitetdən istifadə edilmişdir. Mən səndən bir yaşıl budaq istədim, sən mənə bəxş etdin zümrüd meşələr. Çox rahat şəkildə epiteti görə bilirik. Mən səndən kiçik bir otaq istədim, sən mənə bəxş etdin dilbər güşələr. Yenə burada epiteti görə bilirik. Bizdən də ikinci və deməli dördüncü misrada epitetin olduğunu istədiyinə görə B variantı bizim doğru cavabımız olacaq. Davam edək. Hikmət Ziyanın Qarabağda şeirinin forma xüsusiyyətlərlə bağlı doğru fikirləri müəyyən edin. Bu tip testlər tapmaq çox rahatdır. Şuşa Qarabağın zümrüd tacı adlandırılır. Bu deməli doğru fikirdir, amma məzmuna aiddir. Ona görə biri çıxsaq. Əsərdə həm musiqi, həm də poeziya nümayəndələrin adı çəkilir. Məzmunla bağlı fikirdə, ona görə 3-də çıxsaq. Şeir bənd şəklində müxəmməs janrındadır. Deməli, bənd şəklində olması da orada, amma müxəmməs şəklində olması, yəni janrında olması yanlışdır. Heca vəznində yazılmış bu şeirdə bədii təsvir ifadə vasitələrindən geniş şəkildə istifadə edilmişdir. Bəli, doğrudur. C bəndi bizim cavabımız olacaq. Mikail Müşfiqin Yağış yağarkən şeiri ilə bağlı doğru fikirləri müəyyən edin. Şeirdə yağışın yağmasına insanın münasibəti öz əksini tapıb. Bəli, bu fikir doğrudur. Şeirin məzmunu yağışdan qaçan doluya düşər atalar sözlə səsləşir. Əlaqəsi yoxdur. Şeirdə təsvir olunan qız şeir qoşaraq qaçır. Deməli, burada qız yox, bu oğlana aid fikirdir. Ona görə yanlışdır. Müəllif öz adını çəkmir. Doğrudur. Bir neçə yerdə müraciətdən istifadə olunub. Bəli, burada yağışa müraciət görürük. Doğrudur. Şeir əruz vəznində məsnə formasındadır. Təbii ki, yanlış fikirdir. C variantı doğru cavabımız olacaq. Almas Yıldırımın Əsir Azərbaycanım şeiri ilə bağlı yanlış fikir müəyyən edin. Milli dövlətin rus işğalçıları tərəfindən devrilməsindən sonra yazılıb. Deməli, bizdən yanlışı istədiyinə görə bu fikir doğrudur. Vətən azadlığa qovuşması üçün təbiətdən kömək istənilir. Doğrudur. Hecə vəznində beşlik şəklindədir. Doğrudur. Vətəni müqəddəs yer adlandırır. Bəli, Kəbə ilə müqayisə edir hətta. Sonuncu bənddə özünə müraciət edən şair bəxtini kor adlandırır. Deməli, sonuncu bənddə belə bir misra vardı. Azərbaycan, mənim tacım taxtım oy, oyanmazmı kör olası baxdım oy. Burada özünə müraciət yanlış fikirdir. Biz orada Azərbaycana, yəni vətənə müraciət elədiyini görürük. E variantı doğru cavabımız olacaq. Məhəmməd Hüseyn Şəhriyarın Heydər Babaya Salam poemasıyla bağlı hansı hökmlərin yeri dəyişdirilsə, uyğunluq bərpa edilir. Deməli, birinci hissəmizə baxaq. Təbiət təsvirləri, xalq mərasimləri var. Bu fikir doğrudur. Bundan işimiz yoxdur. Elə buradan ikincisindən 3-ə baxaq. Sarı gəlin mahnısından Çoban qaytar quzunu misrası verilib. Bu isə deməli birinci hissəyə aid. Ona görə 3-ün yeri yanlışdır. Davamına baxaq. Kəndlilərin acınacaqlı vəziyyətindən söhbət açılır. Bax, bu hissə də ikinci hissəyə daxildir. Baxaq, iynə bəzər xalqı özü lüt gəzər. İkinci hissədədirmi? Düzdür. Dağı Yaqubu özünü Yusuf Peyğəmbərə bənzədir. Bu ikisi də ikinci hissədədir. Deməli, bizdən yerlərini dəyişdirməmizi istəyir. Biz 2 ilə 3-ün yerini dəyişdirməliyik. Cəfər Cabbarlı Nöqtə Yeloğlu faciəsi ilə bağlı düzgün səbəb-nəticə əlaqəsini müəyyən edək. Tamaşada rol alan aktyorların hamısı məsuliyyətlidir. Elə bu fikrin özü yanlışdır. Azərbaycan səhnəsi yaranır, təbii ki, olmaz. Oqtay Sibirə sürgün olunur. Anası və bacısı Sevər küçələrdə dilənçilik etməyə məcbur olur. Anası ölmüşdü. Olmaz. Oqtay deməli sarsılır, Firəngiz ona xəyanət edir. Yanlış səbəb nəticədir. Oqtay özünü səfirlər padşahı hesab edir və özünü belə adlandırmağa başlayır. O teatrunda müvazinətini itirmişdi. Baxın, bu doğru səbəb nəticədir. Firəngiz Səməddən Oqtayı tapmağa xahiş edir. Oqtay uzun müddətdən sonra səhnəyə qayıdır. Belə bir fikir yox idi. Firəngiz istəməmişdi. Süleyman Rüstəmin Təbrizim şeiri ilə bağlı doğru fikri müəyyən edin. Güllü çiçəkli Təbriz bağları xatırlanır. Yanlış. Böyük nəsihəti dinləyən igidlərin sayı çoxdur. Yanlış. Təbrizim sözü həm xitab, həm təkrir, həm də metonimiya kimi istifadə olunub. Yanlış. Şeirdə Azərbaycan ikiyə bölünməsi xatırlanır. Bəli, ağlasan ağlaram, gülsən gülərəm, dərdimi səninlə yarı bölərəm fikrimiz var. Təbrizim gözəlliyinə heyran olan şair eyni zamanda şəxsi dərdlərindən söhbət açır. Bu da təbii ki, yanlış fikirdir. Cümləni tamamlaya bilər. Səməd Vurğunun Vaqif dramındakı İbrahim xanın obrazı Qacar kimi qəddar və düşüncəsizdir. Deməli, bizdən
hər iki obrazın ortaq xüsusiyyətini istəyir. Deməli, ölkəsinin taleyi ilə qətiyyən maraqlanmır. Həyata baxışı xalqına münasibəti ilə oxşardır. İstilaçı və nadandır. Şeiri sənəti dəyərləndirir. Deməli, ortaq fikir C variantını götürəcəyik. Çünki hər ikisinin həyata baxışı, xalqa münasibəti oxşardır. Yəni onların xalq vecinə deyil. Sonra 22-ci sualla davam eləyək. Cabir Novruzun Mən bizim anaları günəşlə tən tuturam və Əlağa Kürçayının Qaranquş şeirinə aid ortaq məqamdır. Deməli, obyektə subyektiv münasibət öz əksini tapmışdır. Bu əslində ortaq fikirdir, çünki hər iki əsər lirik növdə yazılıbdır. Heca vəznində dörtlük şəklindədir, yanlışdır. Balalar tərəfindən yolu gözlənilən ana, burada mən bizim günəşlə tən tuturam şeirində belə bir fikir yoxdur. Az da olsa müəllif təhkəsinə yer vermişdir, lirik əsərdən söhbət gedir. Əsərin əsas ideyası ana bala yolunda canlı fədadar atlar sözlə səsləşir. Bu da Qaranquş əsəri üçün keçərlidir. Səməd Vurğunun Vaqif pyesindəki hadisələrin ardıcıllığını nəzərə alaraq nöqtələrin yerinə yazılacaq fikirləri müəyyən edin. İlyas Eldarı arxadan vurmaq istəyir. Vaqiflə Qacar arasında dialoq baş verir. Bir də yazıblı ki, deməli çobanlardan biri Vaqifin şeirini oxuyur. Vaqifin yazdığı məktub Qacarı hiddətləndirir. Bu lap əvvəldə olacaq, ona görə biri çıxdıq. Vaqif bax qəzəlini deyir. Bu sondadır, bunda çıxdıq. Əli bəy İbrahim xanın qaçmaq xəbərini Eldara xəbər verir. Baxın, bunu bura qeyd etmək olar. Cəllad Vaqiflə oğlu Əli bəy edam aparır. Bu da sonluqdur, 4-də də çıxmalıyıq. Vaqif Xuramanın ölümündən zamananı günahlandırır. Bəli, bunu bura qeyd etmək olar. 3-5 bizim doğru cavabımız olacaq. Rəsul Rızanın Qızıl Gül olmadı poemasıyla bağlı doğru fikirləri müəyyən edin. Əsərdəki hadisələr müəllif tərəfindən bir daha xatırlanır. Deməli, bəli, doğrudur. Rəsul Rıza Dilbər xanıma müraciətlə hadisələri yenidən nəql edir. Müşfiq obrazının xarakteri, səciyyəvi xüsusiyyətləri də öz əksini tapır. Bəli, onun kövrək olması, bəzən xırda bir şeyə görə qəzəblənməsi var. Əsərdə 3 şair obrazına rast gəlirik. Deməli, söhbət Rəsul Rızanın özündən, həyat yoldaşı Nigar Rəfibəylidən, bir də Mikayıl Müşfiqdən gedirsə, deməli, bu doğru cavab olacaq. Əsər boyu Dilbərin nitqinə yer verilməyib, yanlışdır. Dilbər özü danışır. Müşfiqin qəm əməyi şairi narahat edir və onu axtarmağa başlar. Xeyr, axtarmır, çünki artıq Müşfiqə nə olduğunu bilir. 1, 2, 3 bizim doğru cavabımız olacaq. Mehdi Hüseynin Odlu Qılınc əsərində Cavanşirin elçisinin nitqindən məlum olur. Düşmənin sayı az olduğundan Cavanşirin qalib gəlmə ehtimalı daha çoxdur. Belə bir fikir yoxdur. Düşmənin ordusu əksinə çox idi. Quduz düşmənin qılıncı Girdiman cəngavərlərindən birinin qolunu kəsib. Bu fikir doğrudur. İkinci elçi idi, səhv etmirəmsə. Cavanşirin qılıncı düşmənin başını atın ayaqları altına atır. Doğru fikirdir. Düşmənin sərkərdəsi qorxudan qaçır. Belə bir fikir yoxdur. Düşmən atları kürsündən içə bilməyibdir. Deməli, burada atası deməli soruşur ki, kürün su ilə içdimi? O da deyir ki, xeyr, Cavanşirin nitqidir ki, suyun deməli kürün su ilə içmədiyini qeyd edir. Bunu elçi deməli demir. Mikayıl Müşfiqin həyat sevgisi şeiri ilə bağlı düzgün fikirləri müəyyən edin. Süjetli lirika nümunəsidir. Xeyr, lirik şeir parçası, süjet xətti yoxdur. Müəllif təbiəti həm varlı, həm də xəsis adlanır. Bəli, həm varlı, həm xəsis kimi qiymətləndirir. Müəllifin repressiya qurbanı olmuş dostları xatırlanır. Xeyr, burada hələ başlanacaq olan repressiyaya işarə var. Şeirin məzmunundan bir narahatlıq və təlaş duyulur. Bəli, doğrudur. Bir çox insanlar misraların arxasında gizli mətləblər ifadə olunmuşdur. Bu fikir də doğrudur. Deməli, bizdən uyğun fikirlər istədiyinə görə 2, 4, 5 bizim doğru cavabımız olacaq. Səməd Vurğunun Vaqif pyesində xarakterlər xəritəsindəki yoğunluğa baxırıq. Deməli, Vidadinin nitqinə, əməlinə və xarakterinə baxmalıyıq. Sədaqətli dostdur, sədaqətlilik Vaqifin xarakteridir. Qızılı uçsa da qara torpaqlar yenə qiymətini özündə saxlar. Bu Vidadinin deməli, Vaqif haqqındakı nitqidir. Daim xalqı müdafiə etdiyi üçün İbrahim xanla münasibətləri pozdur. Bu Vaqifdir, Vidadiyə aid deyil bu fikir. Vicdanlıdır. Bu da Vidadinin deməli xarakteri olacaq. Sadə və minnətsiz ömür sürmək üçün saraylarda yaşamağa deməli rədd edir. Elə əsərin əvvəlindən biz görürük ki, Cavad xanın elçilərini qəbul etmir.